Bəzi insanlar tutduğu vəzifə ilə deyil, qazandığı hörmətlə yadda qalırlar. Həsən Həsənovun siyasi fəaliyyəti çoxşaxəli olsa da, Gəncə onun üçün həmişə doğma bir liman kimi qalıb. Şəhərin memarlıq simasından tutmuş, mənəvi ab-havasına qədər hər yerdə onun əməyi görünür. İllər sonra Gəncəli ziyalıların dilindən eşidilən o xoş sözlər əslində ən böyük mükafatdır. Müstəqil Azərbaycanın ilk əsas qanununu hazırlayan Konstitusiya Komissiyasının üzvü, ölkəmizin ilk baş naziri və ilk fövqəladə və səlahiyyətli səfir. Ölkənin çətin illərində Xarici İşlər Naziri postunda gərgin fəaliyyətini də yada salmaqla bu siyahını uzatmaq olar, amma bütün vəzifələrdən öndə olan bir şey var. Həsən Həsənov əsl vətənpərvər və millətini sevən şəxsiyyət kimi tanınır. Sovet hakimiyyəti dövründə də bir sıra yüksək vəzifələrdə çalışmış Həsən Həsənov 1979-1981-ci illərdə Gəncə şəhər partiya komitəsinin birinci katibi olub. Şəhərlə bağlı xatirələri isə onun ürəyində xüsusi yer tutur. Mən çox vəzifələrdə işləmişəm. Vəzifələr fərqli olublar. Fərqli şəkildə yaddaşımda qalıblar. Amma Gəncə ən xoş xatirələrlə qalan bir vəzifədir və o Gəncədə qalmağımın istiliyini, mehribanlığını indiyənə qədər də mən hiss edirəm. Gəncə ziyalıları isə Həsən Həsənovun rəhbərlik etdiyi dövrü belə xatırlayır. Həsən müəllim Gəncə üçün çox işlər gördü. 2 dənə rayon yaratdı. Üstəlik bütün qədim abidələrimizi bərpa elədi. Ondan sonra yeni Gəncə qəsəbəsi yaratdı və ona Gəncə adını qaytardı. Həsən Həsənovun rəhbərliyi ilə Gəncədə salınan Xatirə Parkı, indiki Heydər Əliyev Parkı Qafqazın ən böyük park komplekslərindən biridir. Parkın yaxınlığında tikilən yeni Gəncə yaşayış massivi də onun ideyası olub. O zaman şəhər Kirovabad adlandırılırdı və tarixi adı yaşatmaq üçün yeni qəsəbə salındı. Yeni Gəncə adlandırıldı. Mən burada vicdanla, ürəklə işləmişəm. Bunu da görürəm. Mənə çox xoşdur, çox xoşdur. Hətta məndən sonra doğulanlar da bəzi münasibətlərini bildirirlər. Bu xoşbəxtlik sayıram özümə. İllər keçsə də vicdanla və ürəklə görülən iş heç vaxt yaddan çıxmır. Həsən Həsənovun fəaliyyəti Gəncə şəhərində unudulmaz izlər qoyub və onun rəhbərliyi dövrü bugün də minnətdarlıqla xatırlanır. Tahirə Teymurqızı, Ramin Mehdi, Aysən Ələkbərova, İTV Xəbər, Gəncə. Belə hörmətli tamaşaçılar.